Salam dostlar, kanalıma və videoma xoş gəlmisiniz. Mən Rıza İsmailov. İlk öncə mövzumuz haqqında məlumat verim sizlərə. Prosesor necə işləyir və neçə faiz işləyir, onu sizə göstərəcəyəm. Daha sonra isə kompüterdə ekran şəkli necə çəkilir, bu yolları daha asan baxmağı və daha sadə yolla baxmağı sizə göstərəcəyəm. İlk öncə sizə göstərməm üçün ekranda klaviatura yaradacağım və bunun yaratmaq üçün Windows R düyməsinə eyni anda basırıq və burada icra et bildiyiniz kimi paneli açılır və burada OSK yazırıq və OK basırıq. Burada isə baxmaq üçün Windows X düyməsinə basırıq. X düyməsinə basırıq və tapşırıq menecerinə giririk. Tapşırıq menecerinə girəndə bizim kompüterimiz rus dilində deyə, sizdə başqa dillərdə və yaxud da Azərbaycan və Türkiyə dillərində müxtəlif dillərdə ola bilər. Buradan ikincinə basırıq və prosesorumuz neçə faiz işləyirsə, baxın burada görmək mümkündür. Kompüterimiz neçə faiz işləyir? Bizdə hal-hazırda 17, 10 və bu faiz aralarında işləyir. Əgər kompüteriniz 100-dən 60% və 60-dan yuxarı və yaxud da 50% işləyirsə, bu kompüterdə deməli pis göstəricidir. Çünki kompüteriniz donur və yaxud da başqa problemlərə yol açır. Bunu daha əvvəldən görmək üçün prosesorun neçə faiz işlədiyinə ilk öncə baxırıq. Və bunu baxmaq üçün daha asan yollarda baxmaq olur və klaviaturumuzu ekranımıza gətiririk. Daha asan baxmaq üçün Ctrl Shift ESC düyməsinə basırıq və burada da eyni tapşırıq meneceri açılır və burada da ikinciyə giririk. Prosesor neçə faiz işləyir, həmin ekran bizim qarşımıza çıxır və burada disk gördüyünüz kimi qabağında yazıb ki disk 0. SSD, yəni bizdə SSD, bizdə sadə SSD-dir, yəni ilkin forması SSD-nin ilk formasıdır, yəni ilk növdür. Bunun haqqında sizə gələn dərslərdə bunun hamısının izahını sizə verəcəyəm. Və burada bildiyiniz kimi bütün hər şeyə baxmaq olur. Wi-Fi necə işləyir, Intel Core i necə işləyir, yəni video kartı, GPU necə işləyir, qrafik kartı necə işləyir, bunun faizinə də baxmaq mümkündür. Bildiyiniz kimi burada ekran şəkli necə çəkilir, onu indi sizə başa salıram. Bayaqki kimi kompüterin ekranında klaviatura yaradacağıq. Windows R düyməsinə basırıq. Burada OSK yazıb ötürürük. Və gördüyünüz kimi ekranımızda klaviatura yarandı. Və burada ekran şəklinin daha asan yolla izah edəcəm necə çəkilir. Windows Shift S düymələrinə basaraq ekran şəklini çəkə bilərsiniz. Burada Windows Shift bir də S düymələrinə basdıqdan sonra istədiyiniz bir göy yeri işarətləyib oranın ekran şəklini çəkə bilərsiniz. Hal-hazırda məndə ekran şəkli çəkildi. Və burada yaddaşda saxlaya bilərsiniz bu şəkildə və yaxud da burada fərqləşdirə bilərsiniz. Bəlkə də dostlar, videomuzun sonuna gəldik. Belə maraqlı videoların davamlı gəlməsi üçün kanalıma abunə olmağı, videoma like atmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.